Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videolardan yararlanıb dostlarınızla paylaşmağı unutmayın. Gəlin bir yerdə məxrəcləri fərqli olan kəsirlərin toplanması ilə tanış olaq. Birinci qaydamız nədir? Əvvəlcə məxrəcdəki ədədlərə baxırsan. Bax, bu surətdir, bu məxrəcdir. Surət, məxrəc. Gəlin əvvəlcə məxrəcdəki ədədlərin əkobunu tapaq. Əkob 40 və 45. Deməli, biz məxrəcləri fərqli olan kəsirləri toplamaq üçün məxrəcdəki ədədlərin əkobunu tapmalıyıq. Əvvəlcə bunu eləməliyik. 40-ı sadə vurğulara ayıraq. 2-yə 20, 2-yə 10, 2-yə bölünür 5, 5 də 5-ə bölünür 1. Daha sonra 45-i sadə vurğulara ayıraq. 3-ə bölünür 15, 3-ə bölünür 5, 5 5-ə bölünür 1. Əkob necə tapılır? Baxırsan ki, 40 yoxsa 45 hansı böyükdür? 45 daha böyükdür. Ona görə 45 vurulsun. Ortaq vurğuları seçək. Sadəcə 5-lər ortaqdır. Burada isə 2-lər artıq qalıb. Qayda budur ki, böyük ədədi vurursan, kiçik ədəddə yerdə qalan vurğulara. Yəni 45-i vurursan, bu 2-lərin hər birinə olacaq 360. Əkobumuz 360-dır. Ardınca nə edirsən? 360-ı birinci 40-a bölürsən. Yəni 360-ı bölürsən, birinci kəsrin məxrəcinə 9. Gedirsən birinci kəsrin, bax burada yuxarıda tamamlayıcı vuruq deyirik buna. Tamamlayıcı vuruğunu qeyd edirsən. Ardınca 360-ı böləcəyik ikinci kəsrin məxrəcinə. Olacaq 8. Belə çıxır ikinci kəsrin surət və məxrəcini 8-ə vurmalıyıq. Gəlin birinci kəsrin surət və məxrəcini 9-a vuraq. Olur burada 360-da 27. Üstə gəl. Burada da 8-i vururam. Həm 7-yə, həm də 45-ə. Olur 360-da 56. Və ardınca nə edəcəyik? Məxrəcin biri yazılır, amma surətdəki ədədlər toplanılır. Olur burada toplayanda 83. İxtisar gedirsə də ixtisar aparırsan. İxtisar getmədiyinə görə düzgün cavab olur 360-da 83.